İsveçrə vətəndaşları bazar günü ölkə əhalisinin 2050-ci ilə qədər 10 milyon nəfərlə məhdudlaşdırılmasını nəzərdə tutan təklif üzrə səsvermədə iştirak ediblər. Az24 az xəbər verir ki, bu barədə Reuters məlumat yayıb. Təklif sağçı İsveçrə Xalq Partiyası tərəfindən irəli sürülüb. Partiya hesab edir ki, sürətli əhali artımı ölkənin infrastrukturuna, mənzil bazarına, sosial xidmətlə və təbii resurslarına əlavə yük yaradır. Təşəbbüsü əsasən İsveçrənin daimi əhalisi 2050-ci ilə qədər 10 milyon nəfəri keçməməlidir. Hazırda ölkədə təxminən 9,1 milyon nəfər yaşayır və proqnozlara görə əhali sayının 2040-cı illərin əvvəllərində 10 milyona çatacağı gözlənilir. Layihədə qeyd olunur ki, əhalinin sayı 9,5 milyona çatdıqdan sonra hökumət immiqrasiya qaydalarını sərtləşdirməlidir. Bu dəyişikliklər əsasən sığınacaq verilməsi və ailələrin birləşməsi qaydalarına təsir göstərə bilər. Əhalinin sayı 10 milyonu keçərsə, hökumət əhali artımına təsir edən beynəlxalq sazişlərə yenidən baxmalı olacaq. Buraya Avropa İttifaqı ilə insanların sərbəst hərəkəti haqqında razılaşma da daxildir.